Deməli, sualımız budur ki, Ali kişi ilxısını hər səhər dəniz sahilinə aparardı cümləsində toplu isim haqqında verilmiş səhv fikri tapın. Bizim cümləmizdə toplu isim vasıdır ilxı. Gəlin baxaq. İlxı sözün kök və şəkilçiyə ayrılmalıdır. İlxı sözün kökü, onun ilxısı, mənsubiyyət, ilxısını hal. Demək, bu oldu mənsubiyyət, bu da oldu hal. Bu sözümüz sadə sözdür, 2 qrammatik şəkilçisi var, biri mənsubiyyətdir, biri hal. Quruluşda sadədir, biz səhv axtarırıq, bu düzdür, getdi. Hal şəkilçisi qəbul edib, özümüz dedik, düzdür, getdi. Tərkibində mənsubiyyət şəkilçisi var, dedik, bu da düzdür, getdi. Cəmlədir, bu dursun. Tərkibində 2 qrammatik şəkilçisi var, göstərdik, biri mənsubiyyət, biri hal, bu da düzdür, getdi. Qaldı cəmlədir. İndi deyirik ilxı, sürü, turam, bunlar təkdə olar cəmdə. Soruşuramsa yəqin təkdədir. Demək, şübhəni tapırıq. Amma gəlin baxaq. Deyirik sürü, məsələn. Sürü deyirəm ki, daha çox görsənir da. Deyirik ki, sürü burada çoxluqdur. Bu sürü ismi cəmlədirsə, bəs onda sürülər. Bəs onda buna deyək, bu nədir? Deməli, bunlar cəmlik məzmunu bildirsə də bu toplu isimlər. Normalda təkdədir. Cəmlik məzmunu bildirir, amma təkdədir. Bir isimin cəmdə olması üçün mütləq buna hansı şəkilçi artırılmalıdır? Lar-lər şəkilçisi. Deməli, bir isimin cəmdə olması üçün mütləq lar-lər artırılmalıdır. Onda ilxı sözü cəmdə yox, təkdədir. Deməli, yanlış cavab D variantı cəmdə.